Başa düşmədim Davud. Dayan Tural. Başa düşmədim. Nə demək istəyirsən? Nəyə başa düşmədin? Bunu sənə mən deməliyəm. Niyə mənim xəbərim yoxdur qardaşım bizə gəlməyindən? Mənim qardaşım bura gəlmək üçün icazə almalıdır. Özü də hə. Turalın gələcəyini bilirdim. Bilirdim yox, özüm çağırmışam. Mən nə icazə almışdım? Səndən icazə almalıydım. Bir dəqiqə deyən Gülşən. Davud, mən özgəsiyəm, hə? Nə sözün varsa de, açıq danış. Deyirəm ki, səhv eləmirsən, mənim evimə gəlmirsən. Mənim evimə gəlməyindən xəbərim yoxdur. Mən uşağam Davud. Nə sözün varsa gəl çıxaq çöldə danışaq. Nə deyirsən Laza? Hə? Gəl. Davud Gəl, lazım deyil, Davud. Gəl də. Davud, nə etməyə çalışırsan? Qovursan mənim qardaşımı. Əgər o getsə, mən də gedəcəm. Mənə şərt qoyma. Biraz yavaş. Üstümə gəlmə. Davud, qurban olub eləmə. Arzu mamanı çağır da. Kəs səsini otur yerində. Yaxşı, əsəbləşmə. Çağırmıram heç kimi. Tural. Gülşən, sən qarışma. Qarışacağam, nə etmək istəyirsiniz? Gülşən, sən qarışma, otur yerində. Gəl də, gəl çıxaq görək barədə nə söhbət edəcəksən. Davud. Çıx bayıra gör. Ay Davud. Çıx bayıra. Davud. Hara gelirsən? Döyəcəyi Turalı, mamanı çağırım. Ay qız getmə, çağırma, eşitmədin nə deyir? Davud onun hərəkəti devd elədin, hə? Nə dil uzunluq eləyirdin, Allah içəridə çıxaq bayıra, nə deyirsən? Adamın evinə adam gəndə elə hərəkət. Adamın evinə adam gələndə yox. Mən evdə yoxam, nə soxursan özü içəri. Bu nə söhbət deyirsən, hə? Heç yeri var mı söhbətin? Gəl bayıra, mən sənə başa salaram yerini. Bəsdir, dayanın, nə edirsiniz? Yekə adamlarsınız. Tural, xahiş edirəm, çıx get. Özdə məndən yekə danışma. Sənə deyirəm ki, xoşum gəlmir belə şeylərdən. Mən evdə yoxamsa mənim evimə heç kim gələ bilməz. Bildin? Tural, lazım deyil, cavab vermə. Xahiş edirəm, çıx get, sonra danışarıq.